Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə fevralın 1-i keçirilən sınaqda, Master School'da keçirilən sınağın ingilis dili izahına baxacağıq. Bildiyimiz üzrə ingilis dilinin sualları uşaqlar 20 sual təşkil edir, ingilis dili fənni. Bunun 5 sualı, ilk 5 sualı dinləmə sualdır və bu ilk 5 sualın hər biri qapalı tipdə sual olur. Və sonrakı 5 sual bir mətnə, digər 5 sual ikinci mətnə aid olur. Burada axırıncı 5-ci suallar açıq olur. İkinci, üçüncü, dördüncü suallar qapalı sual olur. Birinci sual isə true-false tipində olur. Bu arada uşaqların ən çox verdiyi suallardan biri bu true-false sualların qiymətləndirilməsi ilə bağlı olur. Uşaqlar, əgər bu 4 dənəli true-false sualında, yəni bir sualın içine bölünmüş bu 4 paragraflı suallar içərisində, əgər 4-ünü də düzgün yazsanız, bu halda tam balı 1 bal alacaqsınız. 3-ünü düzgün yazdıqda yarı bal, 2 düz və ya 1 düz və yaxud da düzgün çıxmadığı təqdirdə isə 0 balla qiymətləndiriləcəksiniz. Digər hər bir suallar, yəni bildiyimiz qiymətləndirmə üzrə olur. Bir də 15-ci sual verirsə ki, müəllim, məsələn, cavab 1-3-5 dönə 3-5 yazmışamsa doğrudurmu? Xeyr, heç bir halda doğru deyil. Yəni verilən cavab nədirsə o şəkildə yazılmalıdır. Digər 16-20 aralığı suallar isə uşaqlar qrammatik və söz bazanızı yoxlayan testlərdir. Bu sualların da hər biri 1 balla qiymətləndirilir və hər biri qapalı sualdır. Gəlin ilk öncə dinləməni səsləndirək, daha sonra dinləməyə uyğun olan test tapşırıqlarına baxaq uşaqlar. Bircə saniyə bir dənə icazə bizlə. Uşaqlar bir dənə ekranda görmək istəyirdim sizlə. Aha. For talking to me. Hi, Andrew. Thanks. Hi, Andrew. Thanks for talking to me. You have 2 kids, a girl and a boy, right? Yeah, that's right. My daughter is 12 and my son is 10. Do you think parents raise boys and girls differently? Yeah, I think most parents do. But you know, my wife and I decided that we wanted to raise them pretty much the same. And what happened? Well, it's a funny thing. Like I told you, our daughter was older, and we just assumed that when our son was born, he would behave exactly the same as she did. But he was completely different. How so? He was always getting dirty and breaking things. We weren't ready for that, because we expected him to be a bit quieter like she was. Didn't your daughter get dirty too? Well, she did sometimes. I mean, she was a regular kid, but she was a typical girl. There was one stage when she would only wear pink, and all her friends dressed in pink too. Besides, even when she was small, our daughter listened to us when we told her what to do and what not to do. I remember one time we had to take them to the doctor. My daughter went first and patiently waited for the doctor to do what he needed. However, my son kicked the doctor and ran away. Do you think that your children were just born differently? I mean, is this behavior innate? Yes, I think there are differences between boys and girls. From the minute they were born, my children acted in completely different ways. So, I guess nature does play a big role. Thanks, Andrew. Aha, uşaqlar. Demək, dinləmə qəbulda normalda 2 dəfə səsləndiriləcək, 2 dəqiqə arayla səsləndiriləcək. Gəlin suallara baxaq. Suallarımızda gəlin təhlillər aparaq görək necə edirik. İndi cavabların yanından yazacağım mən sizə. Demək, birinci sualda doğru cavabı istəyir bizdən. Correct statement. Correct statement olaraq biz Andre'nin demək, oğlunun qızından daha dəcəl olduğunu görürük. Qızını oğlundan daha sakit olduğunu, daha belə deyək ki, ambitious person olduğunu görürük ki, yəni həkim olmaq istəyir və s. və laxır, düzdürmü? Və belə bir məsələ də işləyirik ki, tipik bir qızdır deyir, yəni pink rəngi sevir və s. və laxır. İndi bizim burada götürə biləcəyimiz variant Andreyin oğlunun was not as well behaved as his daughter. Qızı kimi yaxşı davranışı göstərməməsinə görəcəyik. İkinci sualda əslində sualların elə müəyyən tipindən, tipajına görə bilərik ki, bu sualın cavabı nədir? Niyə çətindir? It was difficult
for Andre and his wife to raise their kids in the same way. Deyir ki, Andreyin və həyat yoldaşının çətinlik çəkdiyi məqam budur ki, uşaqlarına eyni cür davransın. Çünki, niyə yəni çətinlik çəkir? Bunu demək istəyir. Çünki niyə ola bilər uşaqlar? Uşaqları fərqlidir bunların, düzdürmü? Nə götürə bilərik? Their children's innate behavior was absolutely different. Yəni, onun uşaqlarının innate, yəni anadan gəlmə vərdişləri, onların anadan gəlmə davranışları tamamilə fərqlidir deyə vurulur bizə. D variantı yaza bilərik burada. Üçüncü sualda bizə nə deyir? Which of the following questions does the dialogue answer? Dialogun cavab verdiyi sual soruşulur. Dialogun cavab verdiyi sual olaraq how differently did Andre's children behave? Demək, Andreyin uşaqlarının necə fərqli davranmasına söhbət açacaqdır, düzdürmü? Əslində bu üçüncü sual elə birinci sualla bağlı olan bir sualdır. Əslində elə necə fərqli sualını biləndə elə uşaq, yəni ki, hə, fərqlidir. Necə fərqlidir dedi. Biri daha sakitdir, biri birinə baxanda daha deyir. Məsələn, yaxşı davranır, biri birindən daha normal tərbiyə deməyək də davranış tərzi olaraq biri-birindən fərqlidir. Elə üçüncü sualın cavabı çıxanda əslində elə bu birinci sualın da cavabı çıxmış olur belə baxanda əslində. Dördüncü sualda it's clear that, yəni mətndən də aydın olduğu kimi, bu nə deməkdir? Mətndən də aydın olduğu kimi, yəni bizdən yenə də burada true variant istənilir. Yəni nə variant istənilir? Düz variant istənilir. Düz variant olaraq da biz burada nə götürə bilərik uşaqlar? Məsələn, adı deyir ki, Andrey fikirləşir ki, oğlu çox regular kid idi, amma səhvdir, çünki regular bir person deyildi bu. Regular nə deməkdir? Yəni qaydaya, qanuna tabe olan, itaətkar uşaq idi, amma elə deyildi. B-də deyir ki, oğlanlarla qızların davranışları inherited from birth, yəni doğuşdan gələn bir şey olur. Bəli, tamamilə doğrudur bir variantı. Biz burada seçə bilmərik. Və Andreyin qızının qeyri-adi qız olmasından yox, qeyri-adi deyil, tipik bir qız idi deyir. Düzdürmü? Yəni bu kimi hallara diqqətli olacaq. İndi bu dördüncü sualın D variantlarına da baxarıq sizdən. Bir də 5-ci suala baxaq. 5-ci sualda bizə nə deyir? Deyir ki, Andreyin qızı necədir? Obedient, itaətkar idi. Gəlin görün necə idi. Biz burada nə götürə bilərik? Adı deyir ki, she got on well with her brother and friends. Biraz da söhbətinə toxunulmadı. Yəni bu qızın qardaşı ilə bəlkə də yaxşılanır, amma bu məsələ ilə bağlı çox yoxdur. She was organized and systematic in everything. As she grew older, she turned out to be rebellious. Rebellious üsyankar deməkdir. Üsyankar olmasına bağlı bir şey səsləndirilmir. She used to be impatient. Now impatient, just patient. When her brother misbehaved. Yaxşı davranmayanda qardaşı səbirsizlənir. Yəni bu qızın səbirsiz olmasından bağlı bir şey görmürük. She did everything. Demək, hər şey edir. The parents asked, valideynləri etməsi istədiyi, valideynlərdən bunların etməsini istədiyi hər şey edirdi. Bəli, D variantı doğru variant idi. Çünki elə burada da fikir verir, Andreyin oğlu daha sakit idi. Yox, əlbəttə ki, sakit deyildi. Onlar eyni yaşlardaydılar, in their teens, teenager yaşlardaydılar. Yəni, yeniyetmə yaşındaydılar. Daha sonra bizə tamamilə fərqli şəkildə böyütmək istəyir. Əslində deyir ki, eyni böyütmək istəyir, amma bu da deyir çox çətinliklə olan bir şeydir. Hər bir halda doğru cavablar 1C, 2D, 3A, 4. B olaraq səhv etməmsi qərarlaşdırdıq. Düzdürmü uşaqlar? Və 4-də B, 5-də Y variantı olaraq dinləmə suallarını tamamlayacağıq sizdən. Dinləmənin özünün qiymətləndirməsinə gələndə çox da çətin dinləmə deyildi əslində. Müəyyən qədər cavablarda tapmaq olurdu uşaqlar. Sadəcə biraz diqqətli olmaq lazımdır, sualı axıracan oxumaq lazımdır, sualı anlamaq lazımdır və daha sonra digər tapşırıqlara nəzər yetirmək lazımdır uşaqlar. Gəlin baxaq görək, bu sualda bizə nələr veriləcək. 6.1-də ümumiyyətlə bir mətnə göz gəzdirək görək mətndə nə deyir bizə. Mətndə bizə mətndə bizə nə deyir? Deyir ki, the United States is the land of relatively cheap energy. Deyir ki, elə bir yəni ucuz enerjisi olan bir yerdir. America is the second biggest producer of oil in the world. Dünyada deyir ən böyük neft ixracı olan, istehsalı olan bir ikinci ölkədir Amerika. But it also the biggest importer. Həmçinin də ithal edən bir ölkədir. Yəni alan bir ölkədir, istehsal edən ölkədir.
In fact, the USA imports over 20% of its energy, mostly in the form of oil. Yəni deyir ki, bu bir faktor ki, həmçinin deyir, USA 20%-dən çox enerjisini alır. Demək, daha sonra yəni biz burada artıq birinci abzasdan oxuyanda müəyyən qədər digər hissələrə də baxanda, məsəl üçün deyir ki, hə, neft var, deyir ki, USA-nin çox hissəsində yerin altında deyir, hələ də neft var. Və sarı-axır bu hissələrdə biz artıq başa düşəndə üçüncü abzasın əvvəlində Amerikanın neft sənayesinin mərkəzinə bugün deyir Texas durur. Düzdürmü? Bu Amerikanın neft paytaxtı olaraq da adlanır. Dallas şəhəri həmçinin. Və biz artıq başa düşürük ki, mətin neft ixracı, neft istehsalı və United States olan Birləşmiş Millətlərdə olan neft məsələsi ilə bağlı buradan məsələlər həll olunubdur. Gəlin suallara baxaq görək. First of wells, quyuların deyir ki, neft quyularının deyir ilki of the USA were drilled in Pennsylvania. Gəlin baxaq görək burada hardadır. Biz bu ölkənin adını harda görürük? Bircə saniyə deyəcəm sizə. Baxırıq, birinci yox, ikinci abzasda bizə deyir ki, America's first oil, bir saniyə, highlight edək, daha iyi olsun. America's first oil wells were drilled in the year of 1859 in Pennsylvania. Aha, biz 1859-cu ildə demək olduğunu gördük. Və burada düz ilini vermir. Amma ilkinin belə olduğunu dedi. Ona görə turu götürə bilərik biz burada uşaqlar. Burada turu götürəcəyik. 6.2-də oil and gas will become expensive in America since there are no more oil reserves. Ne deyir bizə? Deyir ki, neft və qaz Amerikada ki, heç bir başqa neft elə bil ki, rezervasiyası olmadığına görə deyir ki, reservation olmadığına görə nə deyir? Deyir ki, neft və qaz bahalı olacaq Amerikada deyir. Aha, biz burada həmin hissəni hardan tapa bilərik? Neft və qazın. Əslində belə bir mənada, yəni buradan deyir ki, neft və qazdan başqa heç bir şey yoxdur. Belə bir şey görmürük. Yenə də bir variantlara göz gəzdirək, daha doğrusu mətin çatın cümlələrə. Neft və qazla bağlı burada yəni bir daha Amerikanın əsas şəhərinin Texasın neft bazası olduğunu gördük. Daha sonra deyək ki, it was not always the case. The first Texas oil wells, aha, burada neft quyuları 1901-ci ildə deyir ki, açılıbdır, düzdürmü? Böyük neft sənayesi var həmçinin deyir burada. Və deyir ki, Texasdan gələn neft olmadan Amerika tarixi deyir ki, fərqli olardı. Aha, 2001-ci ildə deyir ki, Texaslılar qeyd edirlər bu neft günü kimi və deyir ki, ucuz neft və qazolin ona kömək edir ki, müasir Amerikanı yaratmış olmasına kömək edir. Onlar deyir, formalaşdırırlar Amerika şəhərlərini və Amerika həyat tərzinin əsas hissəsini. They were also essential. Həmçinin böyük deyir ki, qərbdə belə deyək ki, əsas hissəni də təşkil edir. Hansı ki, deyir, insanlar da bunu da bura səfər etmişdilər. Və sonra bugünkü gündə Amerikanın 25% dünya enerji ehtiyacını qarşıladığını görürük. Amma deyir, situasiya yavaş-yavaş dəyişir. Amerikanlar artıq balaca maşınlar alırlar və Amerikan deyir maşınları daha az qaz, yəni əvvəl etdiklərindən daha az qaz təmin edirlər, yəni Amerikan maşınları. Və gələn illərdə deyir ki, bu olacaq, hətta deyir ki, daha az da neft istifadə olmuş olacaq və yerin altında çoxlu neftin olduğunu hələ də deyir bizə. Amma deyir, neft və qaz deyir, more expensive, gələcəkdə daha da deyir, bahalı olacaq. Amerikanın deyir ki, ənənəvi neft rezervi, baxıb fikir versin, bu hissədə olacaq bizim cavabımız. 50%-dən çoxu deyir ki, istifadə olunubdur 1950-ci ildən bəri. Demiş olar, burada başqa biri olmadığına görə söhbəti deyil. Fikir versiniz. Deyir ki, heç kəs deyir ki, knows, bilmir ki, when America's oil will start running out, deyir, nə vaxt tükənəcək. Amma deyir, ilk problemlər artıq 20 ildən az bir müddətə baş qaldırır. Yəni, bu şəkildə deyir. As soon as oil starts running out və deyir ki, neft tükənməyə başlayan kimi, its price will go up very quickly və deyir ki, nə olacaq? Qiymət qalxacaq.
Yəni biz bunu false kimi götürə bilərik, çünki səbəb olaraq bizə düzgün vurulamadı uşaqlar. 6.3-də Americans buy bigger cars, daha böyük maşınlar alır. Bu bigger söhbəti bizim işimizi korladı. Niyə uşaqlar? Çünki biz burada daha balaca maşınlar almasını görürük, düzdürmü? Sizə çox da yəni aydın şəkildə tapmaq olardı mətn daxilindən false bunun cavabı ona görə. 6.4-də Texasdan gələn deyir ki, neft dəyişikliklər edibdir USA-nin tarixində. Bəli, bəli, trudur. Niyə? Çünki uşaqlar deyir ki, Texasda deyir gələn bu neft olmasaydı deyir, bugünkü gündə Amerikanın tarixi deyir ki, baba bu cümlə bizim açıq cümləmizdir. Bugünkü gündə Amerikanın tarixi fərqli olmuş olardı. Bəli, bu da true olmuş olacaq. Deyir, heç kəs bilmir ki, nə vaxt tükənəcək, amma ilk problemlərdən danışır bizə. Bunu biz nə kimi götürə bilərik uşaqlar? Adı deyir ki, America's oil supply, Amerikan neft təchizatı will never be used up, heç vaxt bitməyəcək. Aha. As your Americans are careful about their natural resources, onlar deyir, təbii sərvətlərindən diqqət edirlər deyənə, heç vaxt artıq istifadə olmayacaq. Aha, belə deyir ki, since the first problems deyir, ilk problemlər may appear in 20 years, 20 illikdə baş verə bildiyindən nobody takes care of America's oil supply today. Bugünlər deyir, heç kəs onun təchizatına fikir vermir. Deməzdik, also deyir, baxmayaraq ki, the earliest problems are near at hand. Yəni, bu nə deməkdir? Yaxınlaşır, belə qapıdadır deyir ilk problemlər. It's unknown when America's oil supply will be used up. Yəni, deyir, bəlli deyil onun təchizatı qutaracaqmı? Bəli, çünki deyir, heç kəs bilmir nə vaxt qutaracaq. Bəli, C variantı daha uyğun variant olacaq bizim üçün burada. Aha, 8-ci sualda 1950-ci ildən bəri. Aha, 1950-ci görək. Bəli, 1950-ci ildən bəri nə olubdu? Over 50% of, 50%-dən deyir ki, çoxu Amerikan deyir traditional, ənənəvi deyir bu neft sərfiyyatında istifadə olunurdu. 1950-ci ildən bəri nə olubdu uşaqlar? More than half of. Siz elə oxuyanda cavab çıxır. Çünki burada faizlə və yaxud da ki, half of nə deməkdir? Yarısı deməkdir, düzdürmü? Əgər yarısı deməkdirsə uşaqlar, bizdə elə burada yarı faizinin çoxu deyirsə, elə həmin cavabımız B variantında gizlidir, elə eyni variant fikir versinizsə istifadə olunubdur deyir. 9-cu testdə what helped America to become a contemporary country? Biz bunu mətnin daxilində oxuduq. Nə kömək eləyirdi? Gəlin baxaq, nə kömək eləyirdi? Cheap oil and gasoline helped to make modern America. Yəni ucuz neft və qazolin kömək edirdi, düzdürmü? Bax, həmin cümlədir ki, bizim testimizin, daha doğrusu testə cavabımızın açarıdır. Ona görə də biz 9-cu testə nə götürməliyik? Ucuzla bağlı düşür. Amerikan həyat tərzi yox, qərbdəki state-in dəstəyi yox, production of relatively expensive energy, expensive deyil, daha çox ucuzdur. Deyil və ucuz və bu buradadır, inexpensive. Bizim burada açar sözümüz uşaqlar, inexpensive. Ucuz olan neftin, qazolinin demək ki, production. 10-cu sualda isə which of the following questions does it passage answer? Mətnin cavab verə bildiyi doğru cavablar istənirdirsən. Birinci sualda bizə nə deyir? Deyir ki, how many cars are built? Nə qədər maşın alınıbdır? Biz burada sayılarla bağlı olan məsələlərdə maşınların sayına bağlı bir şey rastlamalıyıq. How much does the barrel of crude oil cost in the USA? Barellə də bağlı məsələ toxunmadı ki, yəni nə qədər həmin barel dəyər tutur, qiymət tutur, neft barelinə söhbət etdik, belə bir məsələyə də toxunmadı. Which country, hansı deyir ölkə import edir enerjini, deyir neft formasında enerji, bəli, bildik, USA biz burada ölkənin adını bayaqdan çəkirik. When were America's first oil well drilled? Amerikanın ilk neftinin drilled olmasını biz harda dedik uşaqlar? 1859-cu ildə, düzdürmü? Pensilvaniyada dedik. Bəli, üçüncünü doğru götürə bilərik. Dördüncü də doğru götürə bilərik. Elə 3-dən 4-dür. Qafqaz bu testin cavabı. İşarələyək ki, nəzərdə çarpsın. 5-də isə Texasların niyə deyir ki, qeyd etdiklərini bu neftini bununla bağlı məlumat, yəni sadəcə olaraq buradaydı, səhv etmirəmsə, biləcəksən falan. Yəni burada qeyd etdiklərini bildik, amma niyə qeyd etdikləri ilə bağlı belə bir məlumatımız yoxdur.
Aha, bu şəkildə 3-dən 4-ü yazacağıq. İkinci mətnə gəlin keçək. İkinci mətndə biz görürük ki, deyir increasingly digital and decentralized economy of the 21st century requires new skills for success. İnsanların yeni bacarıqları ilə bağlı ki, 21-ci əsrdə ekonomiyasında müəyyən qədər deyir ki, yeni bacarıqlarının istifadəsinə gərək duyulur. Aha, gəlin baxaq görək mətndə, görək nə deyir bizə. Job seekers are expected to be given questions about their ICT skills in interviews. Aha, iş axtaranların deyir ki, lazımı olan məsələsi birkən onlardan gözlənilir ki, onlar intervyuda bununla bağlı suallara cavab vermiş olsun. Bəli, yəqin ki, bu true olacaq, amma yenə də biz göz gəzdirək mətnin daxilində. Some of these skills have always been helpful for professional development. All others require a completely new approach for performing job effectively. Mesela burada yəni ümumi tələbdən söhbət gedir ki, bəzi yeni yanaşmalara açıq olmalıdır, işi effektiv şəkildə göstərməlidir. Bəli, və burada bizə nə deyir? Deyir ki, iş axtaranlara deyir həmçinin ehtiyacı var, düzdürmü? Çünki dəqiqə baxaq. Deyir ki, we need to develop all skills to survive in the 20th century. 21-ci əsrdə sağ qalmaq üçün. Yəni sağ qalmaq üçün nə mənada? Yəni dövrə reallaşmaq üçün, dövrün tələbindən cavab vermək üçün deyir, bacarıqlara ehtiyacımız var və deyir bəziləri deyir, xoşlayır ICT skillsləri, düzdürmü? Və yaxud da ki, rəqəmsal dünyanın dilini belə deyək ki, məktəblərdə öyrədilən. Və sonradan da elə bizə işçilərdən də tələb olunan nə olduğunu deyib. Bu şəkildə biz turu götürə bilərik, problem yoxdur. Çünki zaten burada da workers will have to be good communicators. Bu şəkildə də bizə ümumi ICT bacarıqları ilə bağlı məlumat verdi. Turu götürə bilərik, problem yoxdur. İkincidə baxırıq ki, using a lot of words will be helpful while discussing important issues for workers. Deyir ki, yeni sözlərdən istifadə etmək kömək olacaq işçilər üçün vacib demək ki, məsələləri müzakirə edərkən deyir ki, çox sözdən istifadə etmək. Çox sözdən istifadə etmək kömək edəcək. Çox sözdən istifadə etmək kömək etməz. Bacarıqları bilmək kömək edəcək insanlara, düzdürmü? Yəni bu şəkildə götürmək bizə düzgün gəlməz. Çünki burada zaten mətnin daxilində də yəni çox sözdən fikir verin deyir ki, onlar have to be able to negotiate, danışıqlara gedə biləcəklər. Deyir, discuss the key issues, əsas deyir, məsələləri aydınlaşdıra biləcəklər, düzdürmü? Deyir, aydın cavab verə biləcəklər, deyir. And play in a way without using too many words və deyir ki, çox sözdən istifadə etmədən onlar yaxşı kommunikator ola biləcəklər. Bunda biz bu şəkildə poz götürə bilərik. 11.3'te making the same products for a company is the key to success. Eyni produktlardan istifadə etmə, making, düzəltmək şirkət üçün uğura aparan yoldur. Uğura aparan yol bir şirkət üçün bu olmaz uşaqlar. Bircə saniyə, eminim, yəni belə bir mətndə bu haqda belə bir şey varmı? Bir dənə üstündən keçək görək, yəni faydalıdır tipində, amma olmaz. Çünki bizə zaten burada in the age of, bir saniyə gözlüyün, zəhmət olun. Bir saniyə gözlüyün. Bizə nə deyir burada uşaqlar? Bizdə burada in the age of technology, deyir ki, texnologiya əsridir deyir və insanlar deyir ki, that we are living in now, indi yaşayır and it is no longer enough to keep on making the same products. Employers need people who can adopt and to use innovative approaches and promote new ideas. Və deyir ki, işlə təmin edənlərin deyir ki, hal-hazırda elə insanlara ehtiyacı var ki, onlar qəbul etsinlər, yeniliklərdir, yeni yanaşmalar, onları istifadə etsinlər və yeni ideyalar ortaya qoysunlar uşaqlar. 11 nöqtə demək 1 true-dur, 2, 3, 4 isə false-dur. Çünki 4-də bizə traditional deyir, ənənəvi deyir, gərək ki, deyir, employerların elə insanlara ehtiyacı var ki, ənənəvi fikirləri, yəni öz fikirlərini qəbul etsin. Bu ənənəvi fikri qəbul edən axı fikir olacaq. Yəni yeniliklərə açıq olmayacaq. Bizə lazımdır ki, yeniliklərə açıq olan, ona görə false götürəcəyik.
12-ci sualda which of the given sentences can start the first paragraph? 4-cü paragrafın başlanğıcı hissələrini bizdən. Biz burada ümumi fikir verirsiniz, deyir ki, bizim onlara ehtiyacımız var. Yəni bu bacarıqların adı verilməlidir. Düzdür, hansı bacarıqlara ehtiyacımız var? Ona görə də biz burada bacarıq söhbətinə toxunmalıyıq və sonra deyir ki, bunlar da zaten bəziləri bəyənir. ICT skills, eləmi? Bizə lazımdır ki, bu bacarıqları bilək. İndi baxaq görək, bax fikir verirsiniz, bax burada heç birində mən burada bacarıqlarla bağlı bir şey görmürəm. Bir dənə A variantı istisna. Çünki A variantı bizə 21-ci əsr bacarıqlarına söhbət edir ki, deyir bunlar are comprised of a combination of soft and hard skills. Deyir ki, daha deyir ki, sadə və daha mürəkkəb deyir bacarıqların kombinasiyasıdır deyir 21-ci əsr bacarıqları. Bəli, çünki zaten elə onlardan biridir deyəndə elə biz buradan başa düşməliydik ki, söhbət bacarıqlardan gedir və deyir bu gün deyir işlə təmin edənlər necə insanlara ehtiyacı var? Biz nə dedik? Yeniliyə açıq olan insanlar dedik. Yəni bu kimi insanlar ki, yenilik istəyən insanlar olacaq. Ona görə biz burada yeniliklə bağlı sadəcə new approach and ideas olaraq Y variantı görürük. Yəni qəbul etsin yeni fikirləri və ideyaları, ona görə də elə burada Y götürməmizə problem yoxdur. Çünki səhvini başa düşmək, güclü olmaq və yaxud da ki, işini sabit çıxmaq, bunlar müsbət ola bilər. Mətnə əsasən dediyinə görə, mətnə əsasən onların istədiyi insan tipi necə idi? Daha yeniliyə açıq insan idi. Come up with nə deməkdir uşaqlar? Yola getmək mənasına gələcək. Düzdürmü? Ona görə, daha doğrusu come up with təklif kimi, yoluna qoymaq kimi, bəli, ola bilər come up with ilə. Ona görə elə biz burada C variantı olaraq yaza bilərik. Çünki seek axtarışdır, need ehtiyacı olmaqdır. Olsun ki, develop, inkişaf etməkdir. Biz bunları götürə bilməyəcək uşaqlar. 15-ci testə baxanda isə demək, what's the main difference between false and true information? Düzgün informasiya ilə səhv informasiya arasındakı fərqdən söhbət gedir. Ümumiyyətlə, düzgün və yaxud da ki, səhv informasiyadan danışmadıq biz burada. Ona görə düzgün götürməyəcəyik. İkinci bizə deyir ki, hansı bacarıqlardır məktəbdə öyrədilir? Məktəbdə öyrədilən bacarıqlardan burada deyir ki, bəziləri məktəbdə öyrədilir. Bu digital dünya ilə bağlıdır. Fikir verirsiniz. Deyir, bəziləri deyir ki, bu həmin informasiya deyir ki, belə deyək də, digital dünya ilə bağlı, rəqəmsal dünya ilə bağlı olan biliklər deyir, bəyənirlər ki, hansı ki, məktəbdə öyrədilən. Demək, məktəbdə öyrədilən finansal məsələlərlə bağlı olandır. İkincinin cavabı var. Üçüncüsü bizə deyir ki, how was the creativity affect workers' productivity? Deyir ki, kreativlik işçilərin produktivliyinə necə təsir edir? Əslində təsir edən bir şeydir, amma mətndə bunun necə təsir etməsinə bağlı bir fikir toxunulmurdu uşaqlar. Dördüncüdə, what skills are the employers mostly interested in? Deyir, hansı bacarıqlardır ki, onlara deyir, maraqlanırlar. Dedik, ICT skills idi, düzdürmü? Hansı ki, digital world-la bağlı olan həmin bu bacarıqlardan, 21-ci əsr bacarıqlardan söhbət gedir. Bu cavabı var. How many approaches of a better job performance are there? Deyir ki, nə qədər deyir yanaşma var yaxşı iş performansı ilə bağlı. Yəni burada yanaşma söhbəti sadəcə olaraq yeniliyə açıq olmasına bağlı dedik. Yəni burada ümumi bizə hər hansı bir performansları və yaxud da hansı skillləri, bacarığını vermədi bizə, sıralamasını vermədi deyənə 2 ilə 4-ü götürməyimiz kifayət edəcək. Çünki zaten mətnə sualı cavab verən deyir. 16-cı sualda səhv sinonimcidir, səhv antonimcidir deyil. Ümumiyyətlə, bu tipdə testlərə biraz diqqətli olun. Bax, qəbulda bir neçə yerdə var ki, bu tipdə suallar. Yəni, antonim deyən kimi, uşaq antonim orada görən kimi fikirdə fikirləşir ki, hə, cavab antonimciliyinə bağlı bir şeydir, amma səhv mi, düz mü, bunlara diqqətli oluruq. Məsələn, careful, diqqətlidir, talented, talantlı, savadlı. Yəni, bunlar arasında hər hansı bir antonimlə bağlı bir şey olmadığına görə elə A variantını götürə bilərik. Düzdür, çünki precise nə deməkdir uşaqlar? Dəqiq mənasına gəlir. Çıxır, amma inaccurate, məsələn, dəqiq olmayan, akkurat, nə demək, accurate, düzgün, səlis. Aha, domestic, məsəl üçün, evcildir, amma bir mənası daxilidirsə, foreign də xarici mənasındadır. Necə ki, married, ailəli, single, subay, incompetent. Məsələn, competent nə deməkdir? Rəqabətçidirsə, incompetent, yəni rəqabətdən də söhbət edir, yəni bacarıqsız kimi gedir, kompetensiyası olmayan. Skillful isə bacarıqlı mənasına gedir. Ona görə götürə bilməyəcəyik digər variantları.
17-də düzgün, negativ istənilır bizdən. Gəlin bir təhlil edək. Neither David nor his classmates are afraid of exams as they are well prepared. Heç bir inkarlıqla bağlı problem görmürəm. Neither nor görürəm, başqa bir inkar görmürəm. Xəbər ikinci tərəflə uzlaşıbdır. Və belə baxırsınız, məsələn, qəbulda da bəli, ikinci tərəflə uzlaşıbdır, bir düzgündür. Bir də bütün variantlardan var. Cannot veribdir, neither nor veribdir. Bir cümlə daxilində iki dəfə inkar veribdir deyənə, ikini görən kimi tez variantlardan səhv çıxardırıq uşaqlar. They had neither time nor money to go to the vacation. Deyir ki, onların ehtiyacı yox, daha doğrusu onların vakasiyaya getməyə nə vaxtı yoxdur, nə də ki deyir pulu yoxdur. Buradakı and cümlədə bir qırılma nöqtəsi yaratdı. So do I, neither do I qaydası idi, düzdürmü? And bir cümlə daxilində inkarla gələ bilməzdi. Amma and inkar cümlələri bir-birinə bağlaya bilər. Deyir, onların vaxtı yoxdur. Desin, heç qızın da vaxtı yox idi. So do I, neither do I qaydası necə idi? Təsdiq cümlədir. So do I, inkar cümlədir, neither do I. Ona görə cavab burada inkarla bağlı olan variant olmalıydı. 3-ü götürəcəyik biz burada. Və digər tələbələrin yanaşması oldu ki, müəllim, had var burada, niyə did yazaq? Çünki uşaqlar biz bilirik ki, əgər cümlədə bir feil varsa, bu zaman sual inkar do, does, didlə verilir. Lakin əgər biz bu cümlədə bir dənə əsas feil yoxdur, məsələn, 2 dənə, 3 dənə feil görəriksə, bu zaman ilk gələn feil artıq deməçli feil statusu olacaq və ilk gələn feillə verirsiniz sual inkarı. Yəni burada hədin yanında feil olsaydı, məsələn, had got me, had gone, had məsəl üçün nə bilim nəsə conceded falan nəsə bir feil olsaydı, bəli, sual inkarı biz hədlə verərdik, necə had işi yazardıq. Amma biz burada hədi başqa feillə görmürük deyənə, tək gəldiyinə görə didlə verəcəyik, çünki keçmişdədir. 3 doğrudur. Dördüncüdə, if anybody doesn't know, əgər deyir ki, heç kəs bilmirsə ki, does not know the meaning of the word, explain it. Deyir ki, onu izah elə. İnkar var burada, heç bir problem görmürük. 5-də də bayaqki o so do I, neither do I qaydasıdır. Deyir ki, mənim ailəm heç vaxt Londonda olmayıb. Deyirsən ki, amma onun ailəsi, belə ki, onun ailəsi də həmçinin olub. Yəni, mən ailəmin Londonda olmadığını deyirəmsə, niyə deyim ki, onun ailəsi də olub? So do I axı təsdiq cümləyə verilən cavabdır. Mənim cümləmdə nevə var axı inkar. Yəni burada and cümlələr paralayıbdır 2 yerə. Ona görə 1-dir, 3-dür, 4-dür burada doğru cavab B variantı olacaq. 18-ci sualda demək, burada iki isim yanaşı gələrsə, isimlərin arasında əgər sözün olarsa, ilk ismə baxırıq. Peace burada təkdir. Many cəm isimlərlə gəlir uşaqlar. 2-ni ona görə birbaşa gördüyümüz yerdən səhv çıxardırıq. Maç sayıla bilmən isimlərlə gəlir, amma halbuki biz deyəndə piece of şəklində öyrənmişik, yəni sayıla bilən deməkdir. Piece hissdə qusok mənasını verir, sayıla bilən isim olduğu üçün niyə də səhvdir. Azə, ənazə arasına qalanda və yaxud ziyazə arasına qalanda uşaqlar görürük ki, əgər sayılan isimsə, demək bizə artikl lazım. Lakin biz bu artiklın qarşısında heç bir artikl görmürük. Ona görə 4-ü götürə bilmirik. Çünki 4 ya cəm isimlərlə gəlir, ya da sayıla bilməyən isimlərlə gəlir. Amma mənim ismim sayılandır və təkdir. Ona görə də mən 4-ü götürə bilmirəm. Doğru cavab olaraq 1 ilə 5, yəni B variantını götürürəm uşaqlar. Gəlin bir dənə digər suallarımıza da baxaq. 19-cu, 20-ci suallara baxaq. 19-cu sualda nə məsələmiz var? Məhcula çevrilə bilən dolayı yolla sizdə tamamlığı olan sual istənilir. Sizdən tamamlığı olan sual istənilir. The song sounded so beautiful. Deyir, mahnı gözəl səslənir. Ümumiyyətlə, tamamlıq nədir uşaqlar? Tamamlıq feilin sonrasına gələn və yaxud da sözündən sonra gələn obyekt əvəzliyinə ya da ki, ismə deyilir tamamlıq. Yeni fikir versiniz. Deyir, mahnı gözəl səsləndi və deyir ki, hər kəs qulaq asdı, dinlədi deyir, hər kəs qaldı, dinlədi. Heç bir tamamlıq görmürəm, məsələn, birdə. Ona görə 19-da 1-i götürə bilməyəcəm. Bir variantlardan səhv çıxardıram. Sonra variantlara baxanda 3, 4, 5, 2, 4, 5, 4, 5-ə baxaq. Bəli, deyir ki, local residentlər will resist the proposed new industrial area. Yeni sənayevi deyir ki, ərazi. Tamam, resist feilindən sonra gələn tamamlıq area olduğuna görə 4-də problem yoxdur. Demək, 5-cidə isə deyir ki, people were watching the game. Game tamamlığı da var, izləyirdilər oyunu. Bəli, 5-də doğrudur, 4-də doğrudur, 5-də doğrudur. 3, 4, 5 mi, 2, 4, 5 mi? İndi artıq bura baxırıq. Çünki 3-də mənə deyir ki, bir dəqiqə, indi 4, 5 doğruydu. Hə, ya 2, 4, 5, ya 3, 4, 5 olmalıdır. 2-nin 3-ə baxırıq.
İkidə deyir ki, they will appoint a new managing director. Mənə artıq burada director ismini verir ki, təyin olunacaq deyir yeni managing director. Ona görə ikinin burada məsələsi vardı, yəni mən ona görə ikincini götürəcəm. Çünki tamamlıq var fiildən sonra. Üçüncüdə isə deyir ki, some of Britain's natural areas disappear. Deyir ki, natural deyir, ərazilərin deyir, bəziləri deyir, yoxa çıxır. And it worries the government. Bu hökuməti narahat edir. Yəni, hökuməti narahat edilir deyə bilmərik deyənə. Ona görə 2, 4, 5 götürə bilərik A variantı kimi. Və gəldiyi uşaqlar 20-ci suala. Make-up story sualıdır. Əvvəllər açıq sual düşərək uşaqların çox səhvin çıxmasına təşkil edən bir sual idi. Çünki bir variantın belə birinin önünə, birinin arxaya keçməsi ümumi variantı səhv çıxardırdı. Diqqətli olub 20-ci suala. Ümumi cavab olaraq həmişə yadınızda qalsın ki, düzdür, mütləq qaydalar olmasa da müəyyən məsələlər var. Məsələn, en artiklı ilə başlayan sözlər ilk cümlədə olur. Adətən başlayın, yəni he, she və yaxud da z artiklının olan sözləri ilkin başlanğıcda verməyin. Məsələn, en artiklını daha çox qabağa çəkin. Çünki hadisə haqqında ilk dəfə danışılanda biz qeyri-müəyyən artiklı veririk. Deyir bir kişi lawyer's office, deyir hüquqşünasın otağına, ofisinə yaxınlaşır və ondan soruşur. 3 verərəm mən burada, düzdürmü? 3-lə başlayıramsa mən burada, 3-lə başlamayan 4-ləri sildim. Çünki burada Z ilə verdi. Z ikinci səfər danışdırılır. 4-dən fikir verin, 3 var, 1 var, 2 var. Deyir ki, excuse me, bağışlayın. Neçəyə, elə bir ki, də charge nə qədər pul ödəməliyəm mən də, yəni sizin işiniz nə qədər pul ödəyir bu mənada. Mən 1-lə başlayıb bilərəm. Çünki 2-də deyir ki, mən deyir ki, $1000 işləyirəm. İndi mən bu adama nə qədər verəcəyimi soruşum ki, mənə bu cavabı versən, düzdür? 3 olsun, 1 olsun, 2 olsun. Aha, cavab artıq D variantına oxşuyur. 5 olar sonra deyir, bu biraz bahalı deyilmi sizcə də? Ondan sonra onlar avtomatik burada hüquqşünasın cavabı, görək nə cavab verdi? 6, yes. That's your third question. Hə, deyir ki, bu üçüncü sualımızdır. Demək, hə, demək bu adam hər sualı artıq belə bu ödənişi alırmış və ona görə D variantı olacaq doğru cavabımız uşaqlar. Belə uşaqlar, sizlə sınavın ingilis dili suallarına baxdıq. Hər hansı bir sualınız olarsa rəy bölməsini yazarsınız. Suallarınızı cavablandırmağa çalışacağıq. Çalışın, ümumiyyətlə, magistraturaya artıq yəni 2 həftə belə deyək ki, təxminən qalıbdır. İngilisinə başdan düşüb, hər şey təzədən əzbərləməyi üçün biraz artıq 2 həftə düşünürəm gecdir. Ona görə çalışın, qəbullar çox işləyin, çalışın, sınaqlar çox işləyin. Çalışın, nə bacarırsınızsa suallar üzərində öyrənməyə çalışın və 5 dənə mətin, 5 dənə qrammatik və söz bazasına əsaslanan testlərdə ümumi qaydaların üzərindən və ən çox qəbullarda işlənmiş bölmələrin mövzularını təkrarlayaraqdan işləyin, yəni bu şəkildə. Dinləmələrdə diqqətli olun, mətinlərdə diqqətli olun. Hər bir gözünüzə görünən cavab deyil. Bundan bir dənə əmin olun ki, hər gördüyünüz, yəni tutaq ki, bir cümlənin içində Andrei görmüsünüzsə, məsələn, dinləmədə görürəm. Sualda bunu görmüsünüzsə, cavabda illa da olacaq deyə bir şey yoxdur. Diqqətli olmaq lazımdır. Hər bir suala dənə-dənə baxmaq lazımdır. Belə uşaqlar, özünüzdən müğayət olun, uğurlar olsun hər birinizə. Sizdən Bahar Kərəmli idi.